Bildiyimiz kimi 25 oktyabr 2025-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Respublikada fəaliyyət göstərən mal bazarlarını tabak xəstəliyi bəhanəsi ilə qanunsuz olaraq bağlayıb. Daha sonra özlərinin daxili 50 nömrəli qərarını kəşf edərək sahibkarları məcbur etmiş, onların milyonlarla manat pul xərcləməyə vadar etdikdən sonra fəaliyyətlərinə icazə vermişdi. Bütün bu bağlama açılma oyunları nəticəsində maldarlıqla məşğul olan minlərlə kiçik sahibkar faktiki olaraq oyundan kənarlaşdırılmışdı. Nəzərə alsaq ki, Azərbaycanda mal bazarları 100 illər boyunca fəaliyyət göstərmiş və hər il payız fəslində baş qaldıran müvəqqəti dabaq xəstəliklərindən keçərək bu günümüzə qədər gəlib çıxmışdı. Lakin son zamanlar AQTA fəaliyyətinə özlərinin icazə verdiyi mal bazarlarından əl çəkmək bilmir. Belə ki, insanların ağlına gəlməyən müxtəlif üsullar fikirləşib taparaq bazarlara qanut dururlar. İndi də bazarlardan moyka tələb edirlər. Qaydaya görə bazara daxil olan bütün maşınlar xüsusi maddələrlə yuyulmalı və yalnız ondan sonra geri dönməlidirlər. Nəticədə minlərlə avtomobil uzun-uzadı növbələrdə dayanıb dezinfeksiya edici maye ilə yuyulmağı gözləyir. Halbuki bu nəqliyyat vasitələri ilə bazar ərazisinə daxil olanda da xüsusi tez bariyerlərdən keçirlər. AQTA-nın növbəti tələbinə görə bazara daxil olan minlərlə heyvan yerindəcə həkim laborator müayinəsindən keçməlidir. Lakin nəzərə almaq lazımdır ki, bunun üçün prosesə minlərlə baytar həkim işə cəlb olunmalıdır. Halbuki ölkədə o qədər baytar həkim ümumiyyətlə yoxdur. Ümumiyyətlə kətçi və sahibkarlar AQTA-nın 50 nömrəli qərarının tələblərinə tuş gəldikdə dərhal 4000 manat cərimə ödəməli olurlar. Hər ay 4 dəfə bazar təşkil olunduğunu nəzərə alsaq, AQTA-ya 20.000 manata yaxın, bəlkə də daha çox vəsaitin ödənilməsi deməkdir. Hansı ki, bu insanlar 100 illərdir saxladıqları heyvanları rahatca bazarlara çıxarıb satırdılar. Axı niyə bu insanlar bu qədər incidilir? Onların səbəbi, günahı nədir? Onsuz da qurumun gördüyü bu işlər heç bir xəstəliyin qarşısını almır. Fəsilli xəstəliklər təbiətin qanunu ilə gəlir və özü də solub gedir. Təsəvvür edirsinizmi? Həmin 50 nömrəli qərara əsasən bazara daxil olan hər bir avtomobildəki heyvan rampa deyilən yerdə boşaldılmalı və xüsusi hazırlanmış qəfəslərə əllə bir-bir aparılmalıdır. Nəzərə alsaq ki, bəzən 100 ədəd qoyunu cəmi bir nəfər gətirir və ya 5 ədəd iri buynuzlu malı cəmi bir adam idarə edir. Nəticə etibarilə insanlar heyvan satışını bir kənara qoyub, azı 2 gün və ya daha çox müddət ərzində heyvan, maşın, dezinfeksiya, moyka problemləri və sırf bu 50 nömrəli qərarın icrası ilə məşğul olmalıdırlar. Axı niyə? Bu insanların günahı nədir? Bu əli qabarlı, zəhmətkeş kətçinin və ya gecəni səhərə qədər yuxusuz qalan bazar işçisinin günahı nə idi?